inəklərin öd kisəsi daşlarının alqı-satqısı ilə bağlı elanlar var. Və deyirlər ki, o qədər tələbat da artıb ki, qiyməti brilyantdan da bahadır. Hər halda belə deyirlər və maraqlıdır ki, bu nəyə lazımdır axı? Kimdə inəyin ödündən çıxan daşlar varsa alıram, qramı 150-170 manat arası əlaqə nömrəsi FM-də qeyd olunub. Onu bütün dünya axtarır, nəinki biz. Brilyantdan bahadır. Aldığımız adi inək ətində gizli sərvət varmış. Belə ki, inəyin öd daşının dəyəri 100.000 manatdır. Hamı da son vaxtlar inəyin öd daşlarını axtarır. Əl axtarırsınız, amma tapa bilmirsiniz. Ancaq qardaşlar. Saytlarda inəyin öd daşını almaq istəyənlər elanlar yerləşdirir. Fantastik qiymətədir öd daşı. İlər ki, 70.000-ə satılır bir daş, düzdür? Vallahi elə hələmişmə 100.000 də deyiblər. Özünüz tapa bilərsiniz öddə daş. Bəli. Satmısınız? Neyle satıb onu? Gözüm açsan, indi pula görsən o. Bilsəydim pula gedir, onu vaxtdan yığardım, elə indi qızıldan qiymətliymiş o. Yığıb saxlayardım elə onu. Görmüsünüz o daşları? Nə? Adi insanın ödünün ətər daşı olur, həmən daşda başqa şey yoxdurdu. Çox yerdən mənə deyiblər, axtarmışam, görməmişəm. Moskvadan axtarırdılar. Dərman üçün istifadə edirlər onu, üyüdüb. Ya nə bilim, daş-qaş kimi istifadə edirlər. Nəsə axtarırlar, çox güclü axtarışı var onun. O istifadə olunur da, yəni dövlət səviyyəsində nəsə istifadə olunur. Hansı inəklərdə olur? Vallahi heç o indi tapa bilmir. Elə tapsaq özümüz götürərik, verərik ki sizə. Bu erkək dənə olmur, o dişi inəklərdə olur. Axtarıram, tapmıram. Pullu şeydir, elə belə şey deyil o. Hardasa 6-7 min. 1 qramı? Yox, indi o bir belə olur. Şoran torpaqda otlayan malda əmələ gəlməsi çox yaşlı maldır. Deyim ki, qoca mallarda çıxır o. Bizə elə gəlir ki, onlar fərziyyələrdir, internetdə paylaşırlar. Amma canlı görməmiş elə bir şey. Adamı alladarlar, kartdan pulunu çəkirlər, karta pul göndərirlər, elə bir şeylər də ola bilər. Öd daşı alqı-satqısı ilə məşğul olanlarla əlaqə saxladıq. Dedilər ki, öd daşlarını xarici ölkələrdən əsasən də Çindən gəlib alırlar. Təkmən deyil, çoxdur. Yəni Azərbaycanda çoxdur. Amma mal daşı da çox baha alırdılar, çox yüksək qiymət alırdılar. Hər malın öz qiyməti var. Bəs inəklərin öd kisəsində süni yollarla daş yaratmaq mümkündür? Daşların formalaşması öz kisəsində maddələr mübadiləsinin pozulmasıdır. Heç kim razı olmaz ki, onun saxladığı mal-qaranı hansısa yolla tərcih edib, onun öz kisəsindən daş əmələ gətirsin və özü sıradan çıxarsın və nəticədə də xəstələnməsindən məhvinə gətirib çıxarsın sonunda. İnəyin öd daşının arxeoloji xəstəliklərin müalicəsində ciddi bir rol